Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqə güzəşt aldım və maşınımda tam yola yaxın. Çok yağın içində var. Belə bir küçük bağlı həyətlə bir için. Vallahi kesin olmalı. Bərəkət kesin istədik. Kazanaq olsun. Torpağın çıxarışına bərəkət olsun. Qeydətə düşmək olur. Yəni bir də bir yağ. Kimsə salıb kirayə də verə bilər. Gecək şəhərin inşallah sizlərə tanış edək. Bax belə bir həyəti var. Evin sol tərəfdə rahat bir şəkildə evin arxasına keçmək olur. Bir hissəsini təqdim edək sizlərə. Yəni şəxsi tikilidir. Boşa daşlandı, qızğın divarlarla. Bax, burada benim balaca bir girişdir. Burası zal hissəsidir. Belə deyirlər. Yatırım üçün də çox gözəl. Kimsiniz bir etmiş malı kirayə edə bilər. Burası zal hissəsidir. Gördüyünüz kimi zal hissəsini tam göstərək. Və iki yatak otağı. Burada yatak otağı vardı. Kombinatörlərini elə baxın. Yatak otağını göstərəcəm mi olmasa? Ne yatak otağının normaldir. Sonra burada da bir yatak otağımız var. Onu da sizlərə təqdim edək. Zal nədəndən təkrarını göstərən zəmət olmasa da zal hissəsidir və keçək mətbəxi təqdimatına sana verin. Və keçək sana üzrə təqdim edir. Sana üzrə hazır bir vəziyyətdən suallarına qədər qoydum və moydalarına qədər qoydum. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqə Albalı yolundadır. 100 yaşılının marşrut xəttinin yolundadır. Sofiyanın üzərində inşa edilib. 3 otaq bir mətbəx, bir sanzerdən ibarətdir. Torpağın çıxarışı var. Paket qübçədir. Qiymət 2,68 min manat milyarlıq olsa, endirim olacaq. Səhifəmiz izlədici Məşləqə Albalı yolundadır. Sizlərdən təşəkkürümüzü bildirir.